Məlum olduğu kimi, yaxın şərqdəki vəziyyətdəki gərginliklə yanaşı Ukrayna-Rusiya arasında gərginlik deyirlər də davam eləyir və bununla bağlı bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Amerika prezidenti Donald Trump Ukrayna lideri Vladimir Zelenski barədə jurnalistlərə açıqlamasında bildirib ki, yaxın zamanda Zelenski ilə görüşəcək və eyni zamanda Ukraynanın mövcud vəziyyəti ilə bağlı məsələləri müzakirə eləyəcək. Biz Zelenski ilə onun qarşılaşdığı çətinlikləri müzakirə eləyəcəyik. O yaxşı oğlandır deyə Trump jurnalistlərə açıqlamasında bildirib. Qeyd edək ki, Trump bu bəyanatı Ukrayna-Rusiya münaqişəsinin hələ də davam etdiyi və Amerikanın Kiyevə dəstəyinin beynəlxalq gündəminin əsas mövzularından biri olduğu bir zamanda vermiş olub və hazırki administrasiya qeyd edək ki, Ukrayna məsələsində daha çox sərt diplomatiya və konkret maraqlara əsaslanan yanaşma tətbiq eləyir. Belə ki, Ağ Evdən verilən qeyri-rəsmi məlumatlara görə Trump administrasiyası Ukraynaya yardımların davam etdirilməsini, lakin bunun Amerika maraqları çərçivəsində və daha ciddi şərtlərlə həyata keçirilməsinə tərəfdar çıxır və gözlənilir ki, Trump və Zelenski yaxın günlərdə birbaşa əlaqə quracaq və mümkün kompromis yollarına müzakirə eləyəcəklər.